Stalin əmr verir Jukova ki, hər millətdən bir nümayəndə gətir. Gürcü, Rus, bir dənə də Azərbaycanlı. Onları göndər kəşfiyyata, Nemes tutsunlar. Jukov da əmr eləyir, bir dənə Gürcü, bir dənə Rus, bir dənə də Azərbaycanlı. Bu da bizim şəkil o. Acı da. Nəysə. Eşitirik, deyir ki, plen tutursunuz, hər plenə bir dənə qırmızı onluq verəcək. Narısız, deyir, razı yox. Gürcü gir, 5 gündən gəl, 5 dənə plenlə. Çıxardın buna 5 dənə onluq verin, yola salın, sağ ol qaqaş. Gürcü çıxır, gey puluna, Rus gəl 10 gündən. 10 dənə plenlə, deyir, buna da 10 dənə onluq verin, yola salın, sağ ol. Əla. Bir ay olur, gəlmir bu şəkili. 2 ay olur, gəlmir. Jukov deyir, habara getdi, amma onu öldürdülər. Yara, 3 aydan sonra görürən də olsun, şəkili gəl, dalda da nə qədər plen. Plen nə qədər olar. Qaçır Stalinin yanına deyir, valla şəkili gəlir, o əskər. Nə qədər də plen gəl, onun pulunu biz verə bilməyəcək. Çünki bütçədə o qədər pul yoxdur, biz silah-sursat almalıyıq. O qədər plenə, hərəsinə bir orluq, hardadır bu pul? Stalin deyir, gəlsin görə, gəlsin, çaxsın, baxarıq. Gəl, çatır, deyir, gətirmişəm. Deyir, bu qədər plenə biz pullardan tapacaq, sağa incimə. 8 manatdan alacaq biri. Onluğa vermə pulumuz yoxdur, 8 manat verəcək hərəsinə. Qaydı deyir, bir dəqiqə deyən görə, nətər 8-9 manatdan hamısını özüm almışam.